Avropanın bir sıra ölkələrində güclü istilər və rekord səviyyədə yüksək temperatur qeydə alınır. Sinoptiklər yaxın günlərdə isti hava dalğasının Gürcüstana da yayılacağını proqnozlaşdırırlar. Mövzu ilə bağlı bizim çəkiliş qrupuna professor həkim İlona Xizaneyişvili müsahibə verib. Onun sözlərinə görə uzun müddətli isti hava sağlamlıqla bağlı müxtəlif fəsadlara səbəb ola bilər. Xüsusilə risk qrupuna daxil olan insanlar üçün yüksək temperatur daha ciddi təhlükə yaradır. Hazırda Avropada müşahidə etdiyimiz vəziyyət El Niño adlanan iqlim hadisəsinin nəticəsidir. Sadə dillə desək, bu Sakit okeanın atmosferə isti hava buraxması ilə əlaqəli təbii prosesdir və mütəxəssislərin bildirdiyinə görə hər 2-5 ildən bir təkrarlana bilər. Hazırda bu proses davam edir. Onu klimatoloqlar və okeanoloqlar araşdırırlar. El Niño qlobal istiləşmə və havanın temperaturunun yüksəlməsi ilə müşayiət olunur. Təbii ki, bu da insanların sağlamlığına mənfi təsir göstərir. Risk qrupuna uşaqlar, yaşlılar, eləcə də orta yaşlı insanlar daxildir. Yəni Avropanın üzləşdiyi El Niño hadisəsinin təsirləri mütəxəssislərin sözlərinə görə artıq Gürcüstanda da hiss olunacaq. Buna insan fəaliyyəti ilə əlaqədar olan qlobal istiləşmə də əlavə olunur. Bu iki amilin eyni vaxtda təsir göstərməsi əlbəttə ki, havanın temperaturunun ciddi şəkildə yüksəlməsinə səbəb olur. Gürcüstanda ən yüksək temperatur adətən iyul və avqust aylarında müşahidə olunur. Bu dövrdə cənubdan isti hava kütlələri daxil olur. Buna görə də məhz həmin aylarda ən yüksək hava temperaturunun qeydə alınacağını gözləməliyik. Həkimlərin məsləhətinə görə yüksək temperatur orqanizmə ciddi yük salır və susuzlaşma, istidən tükənmə, yəni istilik vurması, gün vurma kimi hallara səbəb ola bilər. Xüsusilə uşaqların, yaşlı insanların, eləcə də ürək-damar və digər xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin daha ehtiyatlı olmaları tövsiyə edilir. İsti hava şəraitinə və dəyişən ətraf mühit şərtlərinə necə uyğunlaşmalı olduğumuzu bilməliyik. Xüsusilə də bu vəziyyət sağlamlıq üçün təhlükəlidirsə və həqiqətən də təhlükəlidir. Belə hallarda ölümə səbəb olan əsas amil nədir? Həkimlər olaraq biz insanın sağlamlıq vəziyyətinin hansı hallarda ağırlaşdığına və hansı halların ölümə gətirib çıxardığına diqqət yetiririk. Ətraf mühitin temperaturu artdıqca ən vacib problem orqanizmin maye itirməsidir. Məsələn, uşaqlarda bədən kütləsinin təxminən 10%-nə uyğun gələn miqdarda su itirilməsi ölümcül nəticəyə səbəb ola bilər. Əslində, bu elə də böyük həcm deyil. Təxminən 10 kiloqram çəkisi olan bir uşaq üçün bu cəmi 1 litr su deməkdir. Bu artıq həyati təhlükə yaradan vəziyyətdir. Lakin uşaq bədənindəki suyun təxminən 3-6%-ni itirirsə, artıq dehidrasiya, yəni susuzlaşma yaranır. Bu, orta ağırlıqlı dehidrasiya hesab olunur və müxtəlif klinik əlamətlərlə müşayiət edilir. Belə hallarda valideynlər xüsusilə diqqətli olmalıdırlar. Paradoksal görünsə də, yaşlı insanlarda vəziyyət demək olar ki, uşaqlardakı kimidir. Onların orqanizmindən su körpələrdə olduğu kimi çox sürətlə buraxılır. Bundan əlavə, yaşlılarda ürək-damar sistemi və sinir sistemi xəstəlikləri də geniş yayılıb. Buna görə də maye çatışmazlığı və orqanizmin həddindən artıq qızması ciddi fəsadlara səbəb ola bilər. Məsələn, həm ürək-damar sistemində, həm də sinir sistemində işemik pozğunluqlar yarana bilər. Yəni su çatışmazlığı, dehidrasiya, ürək və sinir sistemi xəstəlikləri isti havanın yaratdığı əsas risk və ağırlaşmalardır. Ən vacib məsələ orqanizmdə su balansını qorumaqdır. Dediyimiz kimi dehidrasiyaya, yəni su çatışmazlığına yol vermək olmaz. Bunun qarşısını necə almaq olar? Uşağa mütləq su vermək lazımdır. Hətta özü su istəməsə belə. Yüksək temperatur şəraitində uşağa müəyyən aralıqlarda kiçik porsiyalarla su təklif edilməlidir. Eyni qayda böyüklərə və xüsusilə yaşlı insanlara da aiddir. Onlar da mütəmadi olaraq su qəbul etməlidirlər.
Həkimlər günün ən isti saatlarında təxminən saat 11-dən 17-yə qədər mümkün qədər birbaşa günəş şüaları altında qalmamağı tövsiyə edirlər. Onlar həmçinin kifayət qədər su içməyi, açıq rəngli və yüngül geyimlər seçməyi, günəşdən qoruyucu vasitələrdən istifadə etməyi, fiziki yüklənməni minimuma endirməyi məsləhət görürlər. Rustavidə polis əməkdaşları oğurluğa cəhd ittihamı ilə 2 nəfəri cinayət yerində saxlayıblar. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan şəxslər marşrut mikroavtobusundan əşyalar oğurlamağa cəhd ediblər. Hüquq mühafizə orqanlarının əməkdaşları operativ müdaxilə nəticəsində hər iki şəxsi cinayət başında saxlayıblar. Faktla bağlı istintaq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş oğurluğa cəhd maddəsi ilə aparılır. Bu cinayət əməli sübuta yetirilərsə 7 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları xüsusilə küllü miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratma ittihamı ilə əvvəllər məhkum olunmuş bir nəfəri saxlayıblar. Hüquq mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərində apardıqları axtarış zamanı maddi sübut kimi satış üçün hazırlanmış ümumi çəkisi təxminən 1 kiloqrama yaxın, həmçinin 89 bükümdə qablaşdırılmış narkotik vasitə marixuana aşkar edərək götürüblər. Aparılan istintaq nəticəsində narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar da maddi sübut kimi götürülüb. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır. Bu maddə üzrə təqsiri sübuta yetirilən şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.